Salam əziz izləyicilər, bu videoda hədəf quizlərindən sonuncusunu izah edəcəm. İri molekullu birləşmələr mövzusunda 15 sualın izahına baxacaqsınız. Birinci sualdan başlayaq. X, Y və Z arasında münasibəti müəyyən edin soruşulur. Öncə verilmiş polimerlərin formullarını yazmalıyıq. Enant lifi. Omega amin enant turşusundan alınan bir lifdir. Formulunu yazıram. NH CH2 6 və CO N sayda. Polistirol. Bu da stirolun polimerləşməsindən alınan lifdir. Formulunu yazıram. N sayda. Və poliizopren. Onun da formulunu yazaq. Bu da N sayda. Şimdi polimerləşmə dərəcələri A, 3A və 2A olarsa, karbon atomlarının sp3 hibrid orbitallarının sayını müqayisə etməliyik. Enant lifində 7 karbon var. 6-sı sp3 hibridləşməyə malikdir, biri sp2 hibridləşməyə malikdir. Yəni sp3'ün 4 hibrid orbitalı olursa, 6'nı 4'e vursaq 24. sp2'nin də 3 hibrid orbitalı olur. Biri də 3'e vuranda ilə 3. Toplam 27 hibrid orbitalı, yəni bir həlqədə, bir enant lifi həlqəsində 27 sp3 hibrid orbitalı olacaq. sp3'ü soruşur. sp2'ni hesablamayaq. sp3 nə qədərdir? 24 dənədir. Sonra polistirolda benzol həlqəsində olan karbonlar sp2 hibridləşməyə malikdirlər. Kənardakı bu iki karbon isə sp3 hibridləşməyə malikdir. Yəni 2 dənə sp3 karbon var. Burada da 8 sp3 hibrid orbital olacaq bir həlqədə. Və poliizoprenda bu karbonlar sp3'dür. Digərləri sp2'dir. Yəni 3 dənə sp3 karbon varsa burada da 12 hibrid orbital olacaq. İndi polimerləşmə dərəcələri A, 3A və 2A'dır. Məsələn, enant lifinin polimerləşmə dərəcəsinə A desək, orada olan sp3 hibrid orbitallarının sayı 24A'ya bərabər olacaq. Sonra polistirolda polimerləşmə dərəcəsinə 3A desək, onu 8'e vurduqda sp3 hibrid orbitallarının sayı da 24A olacaq. Və poliizoprenin polimerləşmə dərəcəsinə 2A desək, hibrid orbitallarının sayını da 12'ye vuracaq, olacaq 24A. Yəni gördüyünüz kimi üçündə də 24A oldu. Yəni X, Y, Z bir-birinə bərabər olacaq. İkinci sualda iri molekullu birləşmələr üçün nə ümumidir deyir. Deməli, birincisi polimetil metakrilatdır, yəni üzvi şüşədir. İkincisi divinil kauçukudur. Üçüncüsü də teflondur. Bir də deyir sintetik maddələrdir. Olar. İkidə deyir təbii liflərə aiddir. Xeyr. Bunlar heç lif deyirlər. Polimerləşmə reaksiyası ilə alınır. Bəli, üçü də polimerləşmə reaksiyası ilə alınır. 4-də deyir polikondensləşmə ilə alınır. Xeyr. 1 və 3 doğrudur. D variantı. 3. Hansı iri molekullu birləşmələr polimerləşmə reaksiyası ilə alınır? Kapron, lafsan bunlar polikondensləşmədir. Cavab B variantı olacaq. Üçü də polimerləşmədir. C'də zülallar və selluloza polikondensləşmədir. D'də lafsan nişasta polikondensləşmədir. Və Y'də də fenol formaldehid qətranı polikondensləşmədir. Cavab B. 4'te deyir hansı polimerin adı doğrudur. Doğrudur.
A'daki xlorpren kauçuku. Elə A doğrudur. B'deki butadiyen yox, izopren kauçukudur. C'deki polipropilen yox, polistiroldur. D'deki lafsan değil, kapron lifidir. Y'deki polistirol değil, polipropilendir. 5 tane deyir, lafsanın makro molekulunu göstərin deyir. Lafsan nədən yaranır? Etilen glikoldan və tereftal turşusundan. İki əsaslı aromatik turşudur tereftal turşusu. Bunların reaksiyası zamanı etilen glikoldan hidrogen atomları qopacaq. Tereftaldan da hidroksil qrupları qopacaq. Yerdə qalan hissə budur. O, CH2, CH2, O. Bu etilen glikoldan qalan hissədir. CO, CO. Bu da tereftal turşusundan qalan hissədir. Harda var belə bir cavab? Baxaq görüm, harda var. B variantında var. Bəli. Davam edirik. 6-cı sualda nə deyir? Divinil kauçuku. Orta nisbi molekul kütləsi 27.000-dirsə, karbon atomlarının sayı nə qədərdir? Divinil kauçukunun formulunu yazıram. Elementar həlqə C4H6'dır. Yəni C4H6'nın da emiri 54'dür. 27.000'i 54'e böləndə neçə qalır? 500 mi olur? Mini 2'ye böləndə 500 olur. Bəli. Yəni n bərabərdir 500'e. Karbon atomlarının sayını deyir hesablayın. Bir elementar həlqədə 4 karbon varsa 500'ü vuracağıq 4'e, cavab olacaq 2000. Yəni A variantı. 7'də deyir ki, hansı iri molekullu birləşmənin cis və trans izomerləri var? Poliizoprenə baxaq. Poliizoprende 2 qat rabitənin solundakı karbona fərqli radikallar birləşib, həmçinin sağındakı karbona da fərqli atom və radikal birləşib. Deməli, bunun izomeri var, cis və trans izomeri var. Polipropilenə baxaq. Polipropilende 2 qat rabitə qırılır. 2 qat rabitə yoxdur burada. Ona görə polipropilende fəza izomerliyindən söhbət gedə bilməz. Polibutadiyenə baxsaq. Burada da 2 qatın solundakı karbona da, sağındakı karbona da fərqli atom və radikal birləşib. Ona görə onu da götürəcəyik. 1 və 3'də fəza izomerliyi, yəni cis trans izomerlik mövcuddur. 8'ə baxırıq. Aha, polibutadiyen verilib. Monomeri buten 2'dirmi? Xeyr, butadiyen 1, 3'dür. Kauçukdur mu? Bəli. Rezindirmi? Xeyr. Onun kükürdlə reaksiyasından rezin alına bilər. 2 doğrudur. Bəs kauçuk olduğunu hardan bilirik? Alkadiyenlərin, yəni butadiyen 1 üçün izoprenin, xlorprenin polimerləşməsindən alınan maddələr kauçuk sayılır. 9'a baxırıq. Polistirol üçün hansı ifadələr doğrudur? Öncə polistirolun formulunu çəkək. Bayaq bir dəfə çəkmişdik. Polikondenssləşmə reaksiyası ilə alınır. Xeyr, polimerləşmə ilə alınır. Termoplastikdirmi? Bəli. Yəni onu qızdırdıqda forması dəyişir, amma kimyəvi çevrilməyə məruz qalmır. Kükürdlə reaksiyasından rezin alınırmı? Xeyr, kauçuk deyil ki. Bromlu suyu rəngsizləşdirmir. Bəli, 2 qat rabitəsi qırılıb deyə bromlu suyu rəngsizləşdirmir. Stirolun özü bromlu suyu rəngsizləşdirir, amma polistirol rəngsizləşdirmir. 2 və 4 doğrudur. Cavab C variantıdır. 10-cu suala baxırıq. Polietilenin polimerləşmə dərəcəsi 2000'dir. Orta molekul kütləsini hesablayın. Polietilen formulunu yazaq öncə. Elementar həlqənin
emeri 28'dir. Zaten burada verilib. 28'i də 2000'e vursaq nə qədər olacaq? 56.000 olacaq. Elə mi? D variantı. 11. Polimerləşmə dərəcəsi 30.000 olan selüloza makromolekulunun tam efirləşməsi üçün neçə mol nitrat turşusu lazımdır? Selüloza C6H7O2 OH 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 N sayda. Baxın, bu formula malikdir. Yəni elementar həlqəsində 3 hidroksil qrupu var. Əgər polimerləşmə dərəcəsi 30.000-dirsə, bu deməkdir ki, burada 90.000 hidroksil qrupu var. Ona görə də 90.000 nitrat turşusu lazımdır ki, tam efirləşmə baş versin. 12. Divinil kauçukunun orta nisbi molekul kütləsi 81.000-dirsə, sp3 hibrid orbitallarının sayını hesablayaq. Divinil kauçukunun formulu bu cürdür. Elementar həlqənin emeri 54'dür. Polimerləşmə dərəcəsini tapmaq üçün 81.000-i 54'e bölmək lazımdır. Bu da 1500 olacaq. Bəli, 1500 olacaq. Yəni N-i 1500 tapdıqsa, görəsən burada neçə dənə sp3 hibrid orbital var? 4 karbondan ikisi sp3'dür. Yəni elementar həlqədə 2 sp3 karbon var. Bu da deməkdir ki, 8 dənə sp3 hibrid orbital var elementar həlqədə. 8'i 1500'e vursaq nə olacaq cavab? 12.000 olacaq. Keçirik situasiya suallarına. Elnur Ticarət Mərkəzindən atasının onun üçün aldığı köynəyin hazırlandığı lif haqqında məlumat əldə edərkən məlum olur ki, bu lif tərkibində 7 karbon atomu saxlayan monoamin monokarbon turşusunun polikondensləşməsindən alınır. Söhbət enant lifindən gedir. Tərkibində 7 karbon saxlayan monoamin monokarbon turşusundan alınan lif. Bu lifdir. Lifin adı enantdır. Alınma reaksiyasının tənliyini yazın və əmsallaşdırın. N sayda deməli NH2 CH2 COOH enant turşusu götürülür. Temperatur və katalizator, daha doğrusu enant turşusu yox, omega amin enant turşusu götürülür. Temperatur katalizator iştirakında su çıxılır. N çıx bir sayda. Onu da yazaq. N çıx bir sayda su çıxır oradan. Və alınır enant lifi. Bu lifin elementar halqasında olan karbon atomlarının sp3 hibrid orbitallarının sayı sp2 hibrid orbitallarının sayından neçə dəfə çoxdur? Baxın, 7 karbondan 6'sı sp3'dür. Biri sp2'dir. Bu karbon sp2 hibridləşməyə malikdir. Hər sp3 hibridləşmədən 4 hibrid orbital alınırsa 6 vur 4 sp3 hibrid orbitallarının sayıdır. sp2'dən də 3 dənə hibrid orbital alınır. O da ilə bir dənədir. 1 vur 3. 24'ü böləcəyik 3'ə. Cavab olacaq 8. Yəni sp3 hibrid orbitallarının sayı sp2 hibrid orbitallarının sayından 8 dəfə çoxdur. Bununla da bu quizdə olan sualların izahını verdim. Növbəti videolarda görüşənədək salamat qalın.